Haşimazın Qımıl kəndində doğulub boya başa çatmış Baxışova, Arəsdə Kərim qızı. Bax, burada yuxarıda yazılıb ki, Arəsdə öz əskər qardaşlarını tək qoymadı və cəbhəyə yollandı. Onlarla çiyin-çiyinlə döyüşdü, vətən uğrunda canından keçdi. Düz deyiblər ki, aslanın dişisi erkeği olmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Şəhid analarına, şəhid atalarının qarşısında baş əyirik. Bu xanım, yüzlərlə bizim xanımlarımız, qızlarımız var ki, vətən uğrunda şəhid olublar. Allah rəhmət eləsin. Haşimazın Bakı prospektinin yolunun kənarında salınmış Babidə Seyid Nazim tərəfindən hazırlanıb. Bax, burada gözəl bir abidə yaradılır. Allah canını sağ eləsin Nazimin. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının, şəhid ataların qarşısında baş əymək hər birimizin borcudur. Allah qazilərimizə şəfa versin. Allah ordumuzu və cənab prezidentimiz, Ali Başkomandan İlham Əliyevi qorusun. Şəhidlər heç vaxt unudulmur. Şəhidlər, əzizlərim, bu vətənin qoruyucu mələkləridir. Şəhidlər Allahın seçilmişləri, talihi göylərdən yazılıb gəlir. Şəhidlər azadlıq mücahidləri, vətənin qoruyucu mələkləridir. Şəhidlər vətənin hər zərrəsidir. Quşların nəğməsi bulaq səsidir. Körpə gülüşləri ülvi sevgidir. Türklük dünyasının xəritəsidir. Allah rəhmət eləsin sizə şəhidlər.